Salam, bugünkü dərsimiz xəritələrdə təsvir üsulları olacaq. Tematik xəritələrdə müxtəlif təsvir üsulları tətbiq edilir ki, bu üsullara keyfiyyət fonu, izoxətlər, hərəkət xətləri, areal, kartoqram və kartodiaqram kimi üsullar daxildir. Keyfiyyət fonu üsulu təsvir olunan ərazini hansısa keyfiyyət əlamətinə görə fərqləndirmək üçün tətbiq olunur ki, siyasi xəritələrdə ölkələrin əraziləri, fiziki xəritələrdə relyef vahidləri, iqlim xəritələrində yağıntıların paylanması bu üsulla göstərilir. İzoxətlər üsulu xəritələrdə hər hansı hadisə və prosesləri xarakterizə edir. İqlim xəritələrindəki izoterimlər, izobarlar, izogetlər, eləcə də fiziki xəritələrdəki izohipslər və izobatlar izoxətlərlə ifadə olunur. Hərəkət xətləri üsulu yer səthindəki obyektlərin hərəkət istiqamətlərini göstərir. Okean cərəyanları, çayların və su kanallarının hərəkət istiqamətləri, nəqliyyat xəritələrində gəmilərin və təyyarələrin, avtomobillərin, qatarların, neft və qaz kəmərlərinin hərəkət istiqamətləri hərəkət xətləri üsulu ilə təsvir olunur. Xətlərin müxtəlif qalınlıqda olması isə hərəkətin kəmiyyət və keyfiyyət göstəricisi hesab olunur. Areal üsulu ilə hər hansı hadisə və prosesin yayıldığı ərazilər təsvir edilir ki, xəritələrdə areallar qapalı xətlə və yaxud rənglərlə göstərilir. Bunun üçün ilk növbədə konturlar çəkilir, sonra elementlərin yayılma sahəsi müxtəlif rənglərlə, müxtəlif işarələrlə təsvir olunur. Bu üsulla faydalı qazıntıların, bitki və heyvan növlərinin, kənd təsərrüfatı əkinlərinin müxtəlifliyi təsvir olunur. Nöqtələr üsulu isə xəritələrdə coğrafi obyektlərin ərazi üzrə yayılması və onların kəmiyyət göstəricilərini təsvir edir ki, burada hər bir nöqtə və onların ölçüsü müəyyən kəmiyyət göstəricilərini ifadə edir. Və bu üsul əhalinin yerləşməsini, mal-qaranın sayını göstərir. İşarələr üsulu isə ən çox istifadə olunan kartoqrafik üsullardan biri sayılır ki, bu işarələr müxtəlif həndəsi fiqurlar, dairə, kvadrat, üçbucaq, hərflər və şəkillərlə də ola bilər. Və xəritələrdə iqtisadi obyektlər, şəhər, qəsəbə və kəndlər bu simvolik işarələrlə göstərilir. Kartoqram üsulu isə xəritədə hər hansı bir göstəricinin ərazi daxilində dəyişməsini vizual şəkildə təsvir edir. Kartoqramda məlumatlar müxtəlif ştrixlər, rənglər, nöqtələr ifadə oluna bilər. Əhalinin sıxlığı, meşəlik, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı kartoqram üsulu vasitəsilə verilə bilər. Bəs kartodiaqram üsulu necə olur? Kartodiaqram üsulu isə müxtəlif ölkə və regionların iqtisadi və sosial göstəricilərini müqayisə edir. Kartodiaqram coğrafiya xəritəsi ilə diaqramın birləşməsidir. Burada məlumatlar həndəsi fiqurlar, yəni dairə və sütunlar vasitəsilə verilə bilər ki, fiqurların ölçüləri xəritədə təsvir olunan məlumatların kəmiyyət göstəricilərini əks etdirir. Məsəl üçün, iqtisadi xəritələrdəki diaqramlarda dairənin böyüklüyü bu şəhərdə sənayenin daha güclü olduğunu bildirir. Xəritə sxem coğrafi məlumatların əyani və anlaşılan üsulla göstərildiyi sadələşdirilmiş və ümumiləşdirilmiş şərti işarəli coğrafi təsvirdir ki, xəritə sxemlərdə əl qrafikasından istifadə olunur. Əsas açar sözlərə baxaq. Keyfiyyət fonu sözündə, üsulunda əsas açar söz keyfiyyət sözüdür. İzoxətlər üsulunda əsas açar söz hadisə və proseslərdir. Hərəkət xətlərində əsas açar söz istiqamətdir. Areal üsulunda əsas açar söz hadisə və prosesin yayıldığı ərazi. Nöqtələrdə kəmiyyət göstəriciləri, işarələrdə simvolik işarələr, kartoqramda vizual şəkil, kartodiaqramda iqtisadi və sosial göstəricilər, xəritə sxem isə əyani, sadələşdirilmiş əl qrafikası.